dünyanın ən böyük gücləri belə dialektika, şivə, ləhcə, izoqlas kimi terminlərə və yaşam danışıq tərzlərinə qarşı mübarizədə zəif görünüblər. Bu terminlərdə danışanların içində maydanoslar, fasonlu ədəbazlar, dunduqlar nə qədər özlərini və dillərini bəyənməyib, bağa çanağından çıxdı, çanağını bəyənmədi məsəlini xatırladacaqlar. Biz canlı danışıq dilimizi yaşatmalıyıq. Bu ədəbi dil deyil, bu termini yaradan amildir. Millətin danışıq tərzi onun tarixi, yazılı və şifahi abidələridir, folklorumuzdur. Ey doğma dilində danışmağı ar bilən, bunu iftixar bilən fasonlu ədəbazlar, ruhunuzu oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, amma vətən çörəyi sizlərə qənim olsun.